Bu maska ilə xırda qırışlar aradan qalxacaq və üz dartılacaqdır. Maska üçün bizə yumurta lazımdır. Yumurtanın sarısını ağından ayırırıq. Bizə ağ lazımdır. Və yaxşı çırpdıqdan sonra bunu bir tərəfə qoyuruq. Və sürtkəz vasitəsilə xiyar çəkirik. Püre halına salınmış xiyardan bir xörək qaşığı hazır olan köpüğün üzərinə əlavə edirik. Bütün ingrediyentləri qarışdırın və əllərinizlə və ya makyaj fırsası ilə üz, boyun, göz ətrafı və dekoltenin təmiz dərisindən masaj xətləri boyunca çəkin. Protein dəridəki incə qırışları aradan qaldırır və onu daha elastik və möhkəm edir. Xiyar dərini yüngülləşdirir, xüsusən də çilləriniz və yaş ləkələriniz varsa çox effektlidir. Bu müddət ərzində danışmayın və gülməyin. Maska 20 dəqiqə ərzində dəridə tamamilə quruyur. Bundan sonra ilıq su ilə durulaya bilərsiniz. Dərinizin yumşaq və zərif olduğunu, üz rənginin yaşlaşdığını hiss edəcəksiniz.